Salam değerli izləyicilər, mənzilində pitiminutq olanlara bir xəbərdarlıq var. Qazınız dayandırıla bilər. Xəbəri axıra qədər oxuyacağım. Azəriqaz artıq yoxlamalara başlayıb və videonu buradan bəyənib, paylaşıb və üstə gəl işarəsi görünürsə bir dəfə üzərinə vura bilərsiniz. Değerli izləyicilər, artıq vətəndaşlara bununla bağlı bildirişlər göndərilir və bildirişlərdən birini də ekranlarınızda görürsünüz. Texniki müayinələr, texniki şərtdən kənara çıxma hallarının qarşısının alınması, təmir zamanı Azəriqaza aid qaz borularının yerinin dəyişməsi, müvafiq qaz qurğularının texniki şərtlərdən kənara çıxıb-çıxmamasını təftiş edir. Həmçinin axımlı su qızdırıcılarının, yəni pitiminutkaların da vanna otaqlarından, hamamlardan yığışdırılması akt şəklində tərtib edilərək abonentlərə təqdim olunur. Mövcud qanunvericiliyə görə Azərbaycanda hamam otağında heç bir halda su qızdırıcısından istifadə etmək olmaz. Qanunda qeyd olunub ki, əvvəllər qüvvədə olan normalara uyğun olaraq vanna otaqlarında yerləşdirilmiş su qızdırıcılarının evdə və ya qaz təchizatı sistemində yenidən qurma işləri aparılarkən vanna otaqlarından çıxarılıb mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməsi hər bir konkret halda yerli qaz təsərrüfatı istismarı müəssisələrinin razılığı ilə layihə təşkilatı tərəfindən həll edilməlidir. Yəni, vanna otağınızda belə deyək, pitiminutqa varsa qazınız dayandırıla bilər.